Urok 13, qrammatikaya baxırıq. Tablitsa 1, yəni cədvəl 1. Числительные, saylar. Sifrı, sifrı, yəni rəqəmlər. Sonra yazıb 10, 100. Yəni od 10 do 100. Ondan 100-ə qədər rəqəmlər. Baxın, burada yazıb 10, 10, sonra 11, 11 deməkdir. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20-yə qədər oxuduq. Mütləq oxuyarkən vurğulara fikir veririk. Deməli, 20-yə qədər təhliyin arxasına natsit əlavə edərək gəldik. 20, 20. 20-dən sonra belə olmayacaq. Əvvəl onluq olacaq, sonra təklik. Necə öz dilimizdə deyirik 21, 22. Bu qayda ilə olacaqdır hamısı. Sizə lazımdır sadəcə olaraq 20, 30, 40, 50, yəni bu onluqları əzbər öyrənmək. Əvvəl böyük mərtəbə vahidindən başlayırıq, onluğu, sonra təhliyi qoyaraq davam edəcəksiniz. 20, 20, 30, 30, 40, 40, 50, 50, 60, 60, 70, 70, 80, 80, 90, 90, 100, 100. 100-dan sonra da elə belə gələcəkdir. 100-dan sonra lap başa dönəcəksiniz. Deməli, biz necə dedik? 21, 22 bu qaydada gedirik. Məsələn, 30, 35 deyirəm, 35 və yaxud 46 deyirəm, 46, 66 deyirəm, 66. Əvvəl onluq, sonra təhlik. Bu qaydada gəldik 90, 90, 99, 99. Sonra gəldim 100, 100. İndi lap başa qayıdıram. 101, 101, sonra 102, 102, 103, 105, gəlir 110, 110. 111, 112, bax burada nə saydıqsa, eynən bunu təkrarlayırıq. Deməli, nə etdik? Sadəcə olaraq eyni sayı saydım, qabağına bir dənə 100 sözünü qoydum. 100 əlavə etdim qarşısına. Bu qədər. Azərbaycan dilində olduğu kimi böyük mərtəbə vahidindən başlayırıq, kiçiyə doğru gedirik. Yəni, əvvəl yüzlük, sonra onluq, sonra təhlik deyilir. 100, 11 nədir? 11. Və yaxud 156, 156 və s. Keçdik novaya qlaqol, tablitsa 2, yeni feillər. Nasit, bayaq dedim, nasit daşımaq, həm yük daşımaq, həm paltar əynində daşımaq. Stoit, dəyər deməkdir. Nəyinsə dəyəri. Nasit feilini oxuyaq. Я ношу, ты носишь, он носит, мы носим, вы носите, они носят. Носил, носила, носили. Стоят feilinə, stoit sözünə baxaq. Deməli, stoit, burada bayaq dedim, skолько stoit ruçka? Ruçka neçəyədir? Yəni, qələmin dəyəri neçədir? Стою, стоишь, стоит, стоим, стоите, стоят. Stoyil, stoyila, stoyili, stoyilo. Dəydi demək, dəyər deməkdir, yenə deyirəm. Misal üçün, я стою того, mən buna dəyərəm. Ты стоишь того, sən buna dəyərsən və s. Eyni zamanda cansızlar da burada işlənə bilər. Ruçka stoит 2 rubля, misal üçün və s. Keçdik tablitsa 3, sklonение slova rubl. Rubl sözünün hallanması, sklonение hallanma deməkdir. Сколько это стоит? Bu neçəyədir? Əgər 1 rubl olsa 1 rubl, 2, 3, 4 rubl olsa 2, 3, 4 rubля, 5-dən 20-yə qədər olacaq rubley. 5 rubley, 9 rubley, 11 rubley, 19 rubley, 20 rubley. 21-dən başa qayıtdım. 21 rubl, 22, 3, 24 rubля. 25-dan keçdim rubleyə, düz 30-a qədər. 31-dən yenə təkrar. Bu qayda ilə hər dəfə təkrar. Bircə 5-dən 20-yə qədər rubley olacaq. Keçdik 4-ə. Времена года, ilin fəsilləri. Misal üçün, leta, zima, bunlar nə leta, nə yay, nə qış belə olacaqdır, düzdürmü? Amma adlıq halda olur bu vaxtda. Что sualına da cavab verir. Amma когда sualına cavab verəndə, nə vaxt sualına cavab verərkən dəyişir. Letom yayda, zimoy qışda. Bu qaydada dəyişəcəkdir.
Осенью, весной. Осенью payızda, весной yazda deməkdir. Tablitsa 5. Uказательные местоимения, işarə əvəzlikləri. Baxın, burada eto əvəzliyi iki cür dəyişdi. Birinci sütunda dəyişmədi. Eto əvəzliyi ismə görə şarf kişi cinsidir, dəyişmədi. Yubka qadın cinsidir. Palto orta cins, tufli cəm. Heç birində eto əvəzliyi dəyişmədi. Niyə? Çünki nə sualına cavab verdi. Это что? Это мой шарф. Это что? Это моя юбка. Это что? Это мое пальто. Это что? Это мои туфли. Ama ikinci, üçüncü sütunda dəyişdi. Niyə? Çünki какой sualını qoyacağım burada. Baxın, этот шарф теплый. Какой шарф теплый? Этот шарф теплый. Я ношу этот шарф. Какой шарф ты носишь? Этот шарф ношу. Deməli, əgər kişi cinsli isimlə birləşəcəkdirsə etot, qadın cinsində olacaq eta. Какая юбка модная? Это юбка модная. Юбка qadın cinsində olduğu üçün eta oldu. Какую юбку ты носишь? Эту юбку я ношу. Yenə də burada təsirli halın şəkilçisini qəbul edir. Эту юбку. Sonra eto, palto orta cinsdə olduğu üçün burada просто üst-üstə düşür. Это пальто старое. Какое пальто старое? Я ношу это пальто. Какое пальто ты носишь? Эти туфли новые. Какие туфли новые? Я ношу эти туфли. Какие туфли ты nosisz? Yine də tufli cəmdə olduğu üçün eti oldu. Bu qədər bugünkü dərsimiz. Sağ olun.